İkinci sual nə idi? Əhli kitabın kitablarını oxuyub. Əhli kitabın ümumiyyətlə bidət əhlinin kitablarını oxumaq və ya kafirlərin kitablarını oxumaq belə yəni sıravi cəmaət üçün məsləhət görülməyib. Ümumiyyətlə, məsələn, sual verilsə ki, bidət əhlinin kitablarını oxumaq olar, hətta onların özlərinə qarşı istifadə etmək düzgün deyil. Yalnız o oxuyar ki, o bunun əhlidir və çünki burada nə qədər adamlar var ki, yəni özüm şahidim olduğum, rafislərin kitablarını oxuyub ki, müəyyən kitablar var axı, oxuyub ki, biraz onlar barədə məlumat toplayım, o sonra özü şübhənə gəlib üstümə ki, şübhəyə düşmüşəm. Ona görə sələf çəkindirib bidət əhli ilə oturmaq, bidət əhlini dinləmək, çünki qəlb barədə insan ehtiyatlı olmalıdır. Yalnız icazə verilib o kəslərə ki, o kəslər bunun əhlidir, ehtiyac varsa buna, böyük ehtiyac varsa, bunun əhlidirsə, o edər, faydalanar belə. Belə ümumi cəmaət üçün məsləhət görülməyib və caiz də deyil əslində. Yəni, hər bir mövzuda, hər bir kitabda, amma yəni, oxuduqda İslam mənim belə deyil. Hər bir halda məsləhət, yəni, yenə də deyirəm də, qardaş, şəriətin hökmü, şəriətin hökmü şəriətin hökmü ümumidir. Yəni, məsələn, biri deyə bilər ki, qardaş, bunun mənə təsiri yoxdur. Yox, sənə, birinci, bu deyə bilmərsən belə təsiri yoxdur. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm əgər tez-tez dua edirdiksə ki, Allahumma ya muqalləbəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rəbbim, məni qəlbimi dinin üzərində sabit et. Əgər Allah Rasulü hər səhər dua edirsə ki, və lə təkinni ilə nəfsi darfata ayn, məni öz nəfsimə bir göz qırpımı qədər olsa tərk etmə, Allah Rasulü qəlbinə görə, nəfsinə bu cür ehtiyatlı idisə, biz necə? Aydındır. Ona görə şəriət ümumidir. Məsələn, şəriətin hökmü nədir? Bir kişi, yad kişi ilə yad qadın, yəni üçüncü bir adam olmadan təklikdə ola bilməz, otura bilməz. İndi biri desin ki, bu mənim xalam qızıdır, bibim qızıdır, mən ona bacı gözü ilə baxıram, mənim qəlbim, mən özümə əminəm. Lap tutaq ki, sən özünə əminsən. Şəriətin bu ümumi hökmdür, hər kəsə aiddir. Sən lap əminsən, indi, sabah əmin olmaya bilərsən. Yəni, belə yoxdur şəriətdə. Belə götürülmür də. Qayda budur ki, gərək oxunmaya. Gərək bidət əhlinin kitablarından uzaq dururlar. Qaldı ki, kafirlərin.